Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz izleyicilere selam deyirəm. Salamatçılıq arzulayıram. Cobran Xəlil Coblana bir baxışığın 9-cu hissəsini sırrılı, rəmzili nağıllarla başlarıq. Təlaidar-u Heyran kitabından. Bu nağıl ki mən sizə bu dəfə seçmişəm, 2 nağıl olacaq. Qıssa nağıldılar. 29-cu nağıldır bu kitabda. Adı Aşiqanə bir qəzəl. Bir şair aşiqanə bir qəzəl yazır. Ondan neçə nüsxə yazır. Yoldaşlarına, tanışlarına, kişi, xanım, fərq eləmir, hamısına birlikdə göndərir. Bir cavan xanıma ki, təkcə onu bir dəfə görmüşdü, o da dağların dalısında yaşayırdı, ona da bu qəzəldən bir nüsxə göndərir. Bir-iki gün ondan sonra bu xanımın tərəfindən bir elçi bu şairə sarı gəlir. Bir məktubu var idi, bir naməsi var idi. O məktubda o xanım belə yazmışdı. Mənə haqq verin, mən vurğuluyam. Bu aşiqanə qəzəl ki, mənim üçün nəzmə çəkmişdiniz, ürəkdən, dərindən mənə əsər bağışladı. Hissilərimi coşa gətdi. İndi isə gəlin anamla dədəmin əlöbbəyinə, adaxlıqla hazırlaşın, düşüncələr aparacaq qabağa. Azərbaycanlılar dedi, bu adaxlığı planlaşdıraq. Sən bu qəzəldə mənə məhəbbətivi, eşqivi görsətmisən. Şair bu məktubun cavabını belə yazır. Mənim yoldaşım, bu qəzəl təhcə bir aşiqanə bir qəzəldir ki, bir şairin ürəyindən coşub qalxar, kimsə kimsəyə onu oxuya bilər, hətta bir xanıma da oxuya bilər, bunu göndərir. Xanım yenə də bunun məktubuna cavab yazıb, göndərir. Ey alçaq, yalancı şair, buna görədir ki, mən ömrümün sonuna qədər bütün şairlərdən zəhləm gedəcək. Bu bir nağıl. İkinci nağıl 34-cü nağıldır bu kitabda. Rahib və yırtıcı heyvanlar. Rahib o mənəvi alim ki, məbəddə, deyridə ya söhmədə oturub öz tanrısı ilə ibadətə məşğul olur. Deyirlər ki, keçmiş zamanlarda bir rahibi var idi ki, yamyaşıl təppələrin arasında yaşayış edirdi. Onun ürəyi samsaf, ağappağım qar kimin idi. Bütün dötqışlı heyvanlar, göydə uçan quşlar cüt-cüt bunun yanına gəlib, gülə-gülə, sevinə-sevinə bundan danışırdılar. Qulaqlarını bunun dodaqlarına düyünlüydülər. Məhəbbət elə bunları bir-birinə dolaşdırıb, düyünləşdirmişdi ki, bunlar günəşin batanına qədər bir-biri ilə birlikdə vaxt keçirirdilər. İşin sonunda rahib əli ilə öz bərəkətlərini onlara
bəxş edib. Onları yellərə, urmanlara, meşələrə tapşırırdı. Günlərin bir günündə rahib bunlara eşqdən danışırdı. Bir yuz pələnci, ya ərəblər fəhd deyir. Türküdə də əgər yanlış yapmasaq çıta tələffüz olunur, işlənilir. Yuz pələnc. Bir yuz pələnci başını qaldırıb rahibə deyir: siz ki bizə eşqdən danışırsınız indi, öz məşuqəzdən də bir danışasınız. Bu hardadır, ey bizim ağamız? Rahib deyir: mənim məşuqəm yoxdur. Bilirsiniz, bunlar bir dövrələrdə rahiblər evlənməz idilər. Cöbran Xəlil Cöbran bu Məsihiyyəti nəqd eləyərkən bu rahiblərin əda-ətfalını da burada nəqd eləyir. Cöbran Xəlil Məsihiyyəti nəqd eləməyi bir para əsərlərini Nietzschedən alıb əlbəttə. Burada rahib deyir: mənim məşuqəm yoxdur. Buradaydı ki, quşların, yırtıcı heyvanların heyrəti qalxır. Belə deyir: necə ola bilər rahib bizə eşqdən, məhəbbətdən, səmimiyyətdən danışır? Halbuki bu özü eşqin bacasından baxmayıb, dadmayıb, bunun iyisini almayıb. Vəhşi heyvanlar, quşlar yavaş-yavaş yolunu çəkib, ayırıb rahibdən ayrı düşürlər. Rahibi də təkcə təhqirlə tək ötürürlər, bu urmanda, bu təpələrdə qalır. Gecə çağı rahib öz məbədinə gedir. Özünü salır öz həsirinin üstünə, gözlərini taxıb yerə, ürəkdən ağlayır, sinəsinə döyür. Və mərdoman ra به ترک دنیا فرا خوانند، خویشتن را سیم و غله اندوزند. نه من ز بی عملی در جهان ملولم و بس، که ملالت علما هم ز علم بی عمل است. واعظان که این جلوه در محراب و منبر می کنند، چون به خلوت می روندان کار دیگر می کنند. مشکلی دارم ز دانشمند مجلس باز پرس، توبه فرمایان چرا خود توبه کمتر می کنند؟ Sağ olasınız, salamat qalasınız. Gələn görüşə qədər.